Bu meyvənin adı nədir bilmirəm, amma bu dəfə ondan qəşəng cəm hazırladım. Məni bilirsiniz, bir meyvə və ya tərəvəz gördüm ki, ya mürəbbə, ya da turşu edəcəm. Bu ağacı rəhmətli qaynatamdan alıb, gətirib həyətə əkmişdim. Ruhu şad olsun, artıq bu il bol bar verməyə başladı. Mən də dedim, nə edim, cemini hazırlayayım. Biraz təmizlənməsi uzun proses olduğuna əziyyətli gələ bilər. Lakin kiminsə həyətində bol-bol bu meyvədən varsa, israf olmasındansa bu formada yararlı hala çevirmək olar. Meyvələrin qabığını soyub tumundan ayırıram. Üzərinə şəkər tozu və limon əlavə edib biraz gözlədirəm. Sonra isə orta ateşdə bir dəfəyə bişirirəm. Dəqiq miqdarları videonun açıqlama qisminə yazdım. Siz bura zövqə görə 2-3 ədəd də mixək əlavə edə bilərsiniz. İnandırım sizi, təmiz kərə yağı və təndir çörəyi ilə mükəmməl bir ləzzət alın. Mütləq bunu sınamalısınız. Bugünlük bu qədər. Sizdən geri dönüşləri gözləyirəm.